Həkimlər ana və uşağı öldürmək istəyib. Biləsuvarda körpə doğulmadan ana bətnində ölüb. Körpənin atası iddia edir ki, həkimlər onun körpəsini və ailəsini bilə-bilə öldürmək istəyib. Buna görə xəstəxanada yoldaşına şiddət göstərilib. Hazırda aidiyyatı qurumlar məsələ ilə bağlı araşdırmalara başlayıblar. Biləsuvar rayonunda körpə ölümü qeydə alınıb. Rayon sakini Səyyarə Hüseynova övladını dünyaya gətirmədən itirib. Körpənin atası Rəşad Hüseynov deyir ki, 33 yaşlı həyat yoldaşı Səyyarə Hüseynova ilə olan evliliyindən 2 oğul övladı var. Növbəti övladının doğulmasına isə sayılı günlər qalırdı. Onun sözlərinə görə hamilə olan həyat yoldaşı hər ay müayinələrdən keçib və nə onun, nə də körpəsinin problemi olub. Anada sadəcə qan azlığı, yəni 4,1% olub. Mənim yoldaşım hamiləlikdir. Hamiləlik dövründə də sadəcə anada qan azlığı var idi. Uşaqda heç bir problem olmayıb. Yəni bugünkü müayinələrə qədər, aparat sənədlərinə qədər həkimlərin orada qan köçürdükdən sonra kalsiyer iynəsi vurublar. Orada onu necə deyirlər, xəstə kimi davranmayıblar. Həkimlər Asif doktor, Günay doktor, Şükvə doktor, Sevil doktor, Brilliant doktor və burada da onlara dəstək olan icra nümayəndəliyi və polis əməkdaşları ki, evimizə zorla gəlib bunu dəfələrlə xəstəxanaya aparıblar. Yoldaşım orada özünü öldürüb də, ağlayıb da ki, məni buraxın, ancaq qapını kilitləyiblər, salıblar otağa, mənim ailəmi oradan çölə buraxmayıblar, işgəncələr veriblər. Qan köçürdükdən sonra ona aparatdan keçirməlidir. Ananın, uşağın vəziyyəti yoxlanılmalıdır. Onların heç birisi olunmayıb. Asif doktor bu işlərə özü rəhbərlik edib, baş həkim Asif Əhmədov, Biləsuvar rayon mərkəzi xəstəxanasının baş həkimi ki, bunun uşağı da ölsün, özü də ölsün. Çünki özü də pis vəziyyətdə idi. Rəşad Hüseynov iddia edir ki, yoldaşına qanı az yox, elə birbaşa vurublar və hər şey də bundan sonra başlayıb. Xanımı həkimə narahat olduğunu bildirib. Həkim isə heç nə olmaz, sən zəifsən deyə belədir bildirib. Amma həmin an uşaq ana bətnində boğulurmuş. Mənim Biləsuvar xəstəxanasında ayın 8-i qan köçdü. Qandan sonra gəldim evə, saat 5 idi. Gəldim evə, nə dəbərti var, nə bir şey var, nə heç nə. Problem olmadı. Səhəri 9 günü problemi oldu ki, ağırlaşdım. Halım olmadı. Qızıma düşmədi, uşaq da dəbərmədi. Getdim xəstəxanaya, hansı həkimə getdim, baxmadılar. Burada öldürmüşdü, göndərdi, mənim ölümü göndərdi ora. Hansı doktor? Sevil doktor, Asif doktor, Günay doktor, Günel doktor. Bir də pərviz elədi mənim uşağımın qanı. Boğdu, qanı köçürtdü, boğdu, dalı sırada iynə vurdu mənim körpəmə. Sorğumuza cavab olaraq təbibdən şifahi olaraq bildirilib ki, ayın 6-sı 5-ci ay 2025-ci il tarixində 33 yaşlı hamilə qan köçürülməsi ilə bağlı Biləsuvar rayon mərkəzi xəstəxanasına müraciət edib. Bakı şəhərinin tibb müəssisəsinə dəvət olunan hematoloqlar qrupu tərəfindən pasiyentə dəmir defisitli anemiya diaqnozu təyin edilib. Pasiyentə 4 gün müddətində hər gün bir eritrosit qan kütləsi köçürülməsi məsləhət görülüb. Ayın 7-si 5-ci ay 2025-ci il tarixində Şirvan şəhər mərkəzi xəstəxanasından 4 ədəd eritrosit qan kütləsi gətirilib. Lakin həmin gün hamilə və onun həyat yoldaşı qanın köçürülməsindən imtina ediblər. Növbəti gün isə hamiləyə qan köçürülməsi baş tutub. Qan köçürmə zamanı heç bir neqativ hal baş verməyib və pasiyent stabil vəziyyətdə evə buraxılıb. Daha sonra onu 5-ci ay 2025-ci il tarixində yenidən Biləsuvar rayon mərkəzi xəstəxanasına müraciət edən pasiyent həmin gün saat 18:00 radələrində təcili tibbi yardım avtomobili ilə mama və mama ginekoloqu müşahidəsi ilə Respublika Klinik Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə ilkin tibbi yardım göstərilib. 35-36 həftəlik hamiləlik, ağır anemiya, ölü döl ilə daxil olan pasiyent uşaqlığın anaya tibbi yardımın göstərilməsini tələb edən sonrakı çapığı diaqnozu ilə qeydiyyata alınıb. Hematoloqlar baxışı olub və qan köçürülüb. Pasiyentin həyat yoldaşı əməliyyatın icra edilməsinə etiraz etməyib. Ölü doğulan körpənin cinsi qadın, çəkisi 2,1 kq, boyu 43 sm olub. Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda pasiyent intensiv palataya köçürülüb və vəziyyəti stabildir. Təyinat üzrə müalicəsi davam edir. Ümumilikdə onu 5-ci ay 2025, 12-si 5-ci ay 2025 tarixləri ərzində pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilib. Hazırda ata körpəsinin ölümünə səbəbkar olanların qanun qarşısında cavab vermələrini və bu işə ədalətlə yanaşmalarını istəyir. Faktla bağlı araşdırmalar davam etdirilir.